Qubanın Xanagah kəndini iki hissəyə bölən Çağacıq çayına gələn sel onun üzərində olan körpünü yararsız hala salıb. Bunun nəticəsində isə insanlar buradan yalnız bu dar cığırla hərəkət edə bilir, avtomobillərin gediş-gəlişi isə tamamilə məhdudlaşmışdır. Coşqun dağ çayı Qubada daşıb və körpünü dağıdıb. Rayonun Xanagah kəndində coşan çay kəndi mərkəzi hissəsində olan və yaşayış məntəqəsini birləşdirən yolun və körpünün ətrafını yuyub. Avtomobillər yolda qalıb. Sakinlərin sözlərinə görə körpünün ətrafından piyada keçmək də təhlükəlidir. Çünki çaya yenidən sel gəlmə ehtimalı var. Bu məhəllədə 100-ə yaxın əhali yaşayır. Bu Çağacıq çayı bu kəndi iki yerə bölür. Biz ancaq bizim şikayətimiz bundan asılıdır ki, bu çay vaxtı tez-tez daşır, sellər olur bu çayda, körpülərimizi aparır. Çox pis vəziyyətdə qalmışıq bu saat özümüzdə. İndiki vəziyyət çox pis. Nə Qubaya getməyə yol var, nə maşın yolu, nə məktəb uşaqları. Körpü balaca, çay böyük. Ona görə də cəmaat əziyyət çəkir. Maşınlar 50% o üzdə, 50% bu üzdə. Keçən çayı keçənmir millət. Uşaqlar qalıb məktəbə gidib gələn millət. Təcilli yardım gəlsə çayın o tayında qalacaq. Bu tayındakindən dünya xəbəri yox da belə. Mənim bütün bağımı, evimi, hamısını yuyub sel su apardı, bütün ağaclarımı. Mən tək indi yaşlı adamam. Yoldaşım da xəstə adamdır, yaşlıdır. Bizi bir kömək, bir əncəm desinlər ki, gələn seldə mənim evimi yuyub aparmasın. Göz qabağında cəmaatın maşını yarısı o tayda qalıb, yarısı bu tayda. Yağış suları kəndə gedən yolu da keçilməz edib. Təsərrüfatlara ziyan vurub. Bağ sahələrində isə ağacları yuyub aparıb. Bəzi ərazilərdə isə torpaq sürüşmələri qeydə alınıb. Bir növ evləri üçün təhlükə yaranıb. Əraziyə Fövqəladə Hallar Komissiyasının nümayəndələri baxış keçirib. Yaxın günlərdə fəsadların aradan götürülməsi istiqamətində işlərə başlanacaq. Məhəllə arası körpüləri, sel suları ətraflarını dağıtmışdır. Dayaq stulları yerindədir, amma ətraf hissələrini dağıtmışdır. Bu barədə Fövqəladə Hallar Komissiyası tərəfindən ərazidə baxış keçirilmiş. Yaxın günlərdə texnika ayrıldıqdan sonra yaxın günlərdə həmin fəsadlar aradan qaldırılacaqdır. Aydın Adgözəlov bugün informasiya proqramı üçün.